Hörmətli izləyicilərimiz, hörmətli şagirdlərimiz, hörmətli tələbələrimiz, hörmətli valideynlərimiz. Mən Vüsal Kəlbəzəri, Çağdaş Təhsil Komandasının rəhbəri, 18 kitab müəllifi, Qızıl Qələm mükafatı, İlin ən yaxşı jurnalistik mükafatını almış şəxs bu gündən Azərbaycanımızın çox gözəl rayon olan Masallı rayonundayım. Masallı rayonunda qabaqcıl və nümunə əməllər haqqında dəfələrlə gözəl çəkiliş eləmişəm. Bu günəm Qasımlı kəndində qabaqcıl, nümunəvi şagirdlər tərəfindən, müəllimlər tərəfindən sevilən, təqaüddə olan müəllimlərdən birini sizlərə təqdim etmək istəyirəm. Mənə buyurun, adınız, soyadınız? Balayev Yusuf Canişoğlu. Çox gözəl. Yusuf mənim haqqında bir çox sayda şagirdlərdən, tələbələrdən sorğular apardıq. Hər kəs bizə gözəl sözlər bildirdi. Biz də istədik sizləri tanıyasınız Yusuf müəllim. Yusuf müəllim, təhsil sahəsində neçə il çalışmısınız? 40 ildən yuxarı. 40 ildən çox təhsil sahəsində çalışmısınız. 40 ildən yuxarı. Sizə öz adınızdan dərin təşəkkür bildirirəm. Uğurlarınız bol olsun, nailiyyətlərin Allah təala sizə uzun ömür, can sağlığı versin. Neçə yaşınız var müəllim hal-hazırda? Mənim 76. Ay maşallah. Allah 76. Allah kömək olsun. O gün olsun 80, 90, 100 yaşınızda gələk biz gözəl çəkilişlər edək. Və Çağdaş Təhsil Komandası olaraq təbrik edirik. Bilirik ki, siz həm də gözəl atasınız, gözəl babasınız. Neçə övladınız var müəllim? 4 övladım var. Allah saxlasın. Və nəvələriniz də var. Bəli, nəvələrim də var. Çox gözəl. Bax, bu gün 2025-ci il 23 iyun tarixidir. Övladlarınıza, nəvələrinizə və nəticələrinizə, o cümlədən gələcək nəsil şagirdlərə nə deyə bilərsiniz? Öz ürək sözlərinizi. Mən onu deyə bilərəm ki, bunlar müasir dövrün tələblərinə uyğun çalışsınlar, zamanəyə uyğun oxusunlar, dərslərindən 4-5 qiymətlər alsınlar. İmtahan verəndə də ki, təhsil vaxtı da yüksək testlər vursunlar, yəni ona layiq olsunlar. Onların səsi gələcəkdə biraz böyük nəvələrim deyirəm, ali məktəbdən gəlsin. İnşallah. Və sizə öz adınızdan sağ ol deyirik. Anamız, sizin adınız nədir? Adınız nədir ana? Adınız nədir? Əfruz ana. Niyə çaşdırıbsınız ha? Araba da çaşdırır, mən də çaşdırırsınız. Əfruz ana, siz çəkilişdən əvvəlcə bizə çox ürək sözlərinizi bildirdiniz. Amma istəyirəm bu çəkiliş önündə də deyəsiniz. Müəllim necə ata, necə baba, necə valideyndir? Lap gözəl valideyndir. Yaxşı atadır, sağ olsun, üzü ağ olsun. Təşəkkürlər. Hər cəhətdən razı. Biz də sizi kimi insanlarla, sizi kimi ziyalılarla fəxr edirik. Uğurlar bol olsun, nailiyyətlər olsun. Təşəkkürlər. Sağ olun, Allah kömək olsun. Sağ olun.